Xəbər verdiyimiz kimi ötən gecə Naxçıvanda 2 tələbə dəm qazından zəhərlənərək həyatını itirib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, faciəvi şəkildə həlak olan Türkiyə vətəndaşları Ahmet və Büşradır. Onlar Naxçıvanda tələbə həyatı yaşayırmışlar. Lənkəran rayonunda isə bıçaqlanma hadisəsi baş verib. Lənkəran şəhər sakini Emral Əminoğlu Mirzəyevin qardaşı Semrala bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Semral Mirzəyev dərhal xəstəxanaya çatdırılıb. Hadisənin saat 15 radələrində qardaşlar arasında münaqişə zamanı baş verdiyi bildirilib. Emral Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş başlanılıb, istintaq aparılır.